Xəyanət edən bütün kişilərin psixi problemi var imiş. Bu instinkt yox, sadəcə özünə nəzarət edə bilməmə və məsuliyyət götürməmə imiş. Alimlər uzun illər davam edən minlərlə insanın həyatını izləyərək bu qənaətə gəlib. Sadiq kişilər psixoloji sağlam insanlardır deyirlər. Hərçənd belələri varmı bilmirəm, amma varsalar da yəqin ki, çox sağlamdılar. Çox maraqlı xəbərdir. Bilirəm ki, hamınız müzakirə edəcəksiniz, amma xahiş edirəm etika çərçivəsində heç kimi təhqir etmədən sağlam şəkildə gəlin bizimlə bir yerdə bu məsələni müzakirə edək. Sizcə, ağlı başında sağlam bir insan sevdiyi adamı başqası ilə xəyanət edib, ona bu dəhşətli ağrını yaşadarmı? Sualların cavabını gözləyirəm, bütün şərhləri də oxuyuram. Kişi xəyanət edirsə, psixi xəstədir. İsveçrənin Cenevra Psixi Sağlamlıq İnstitutundan doktor Hans Müller 20 il davam edən və 12.000 kişi üzərində aparılan tədqiqatın nəticələrini açıqlayıb. Alimin sözlərinə görə xəyanət edən kişilərin 89%-də müxtəlif psixoloji pozuntular aşkarlanıb. O bildirib ki, sadiq kişilər daha inkişaf etmiş beyin quruluşuna, yüksək gəlir səviyyəsinə və sağlam övladlara malikdir. Müller hesab edir ki, xəyanət kişi təbiəti ilə deyil, emosional nəzarət çatışmazlığı və yetkinlik səviyyəsi ilə bağlıdır. Onun fikrincə, sağlam psixikaya sahib olan kişi impulslarını idarə edə bilir və partnyoruna sədaqətli qalmaqda çətinlik çəkmir. Tədqiqat göstərib ki, terapiyadan sonra xəyanət edənlərin 73%-də vəziyyət yaxşılaşıb. Bu da psixoloji müdaxilələrin effektivliyini sübut eləyir. Mütəxəssis yekun olaraq bildirib ki, xəyanət instinktə yenilmək deyil, özünə nəzarətin və məsuliyyətin çatışmazlığıdır.